ən birinci bu o güclü valına gəlir də, o dalğanı deyə, nəyəsə deyə, udarı deyə birinci ailəyə dəyir. Yəni ilkin mərhələdə bunlar ailənin içində başlayır davranış, xasiyyət qüsurları, acılamaq, evdən əşyalar götürmək, gedib kredit borcları, valideynlər hamısı, yəni bu ailənin içində elə olur ki, daxilində hər dəfə çalışırlar ki, o bunun elə bir o udarların deyək, o sirkələnmələr, onları öz üzərinə götürsünlər. Bu da valideynlərə böyük bir təsir göstərir. Yəni bunların da psixoloji durumları, yəni vəziyyətləri başlayır pisləşməyə. Sonradan bunların başlayır davranışı çöllə bağlı olur. Elə ilkin mərhələdə elə olur ki, bunlar özlərini çöldə elə gözəl aparırlar, amma evin içində yəni çox pis rəftar edirlər valideynlərlə, yəni yaxınlarla, əsgərlərlə, buna yaxın emosional bağlı olan insanlarla. Sonra yavaş-yavaş dəyişilir, çıxır cəmiyyətə çölə. Çöldə də başlayırlar, yəni onun qonşu, qohum-əqrəba içində problemlər, ondan borc və beləcə də davam edir. Yəni bunun sonu da çox pis nəticələr verir.